Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Mən Həvva Zamirli, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Sizə bu videoda Azərbaycan dilindən sınağın izahını təqdim eləyəcəm. Demək, keçək birinci suala. Cümlələrdəki mübtədaların ifadə vasitəsinə görə ardıcıllığını müəyyən edin. Demək, birinci cümlənin mübtədasına gəlin baxaq. Döyüş meydanından çıxarılan yaralılar hospitala yerləşdirildilər. Burada yaralılar mübtədası sifətlə ifadə olunub. Deməli, buraya yazacağıq 2. Kənddən gələnlər öz təkliflərini bizə çatdırdılar. Kənddən gələnlər feili sifət tərkibi, yəni feili birləşmə ilə ifadə olunub. Qoca ev sahibi qapını açıb onları içəri buraxdı. Ev sahibi ismi birləşmə ilə ifadə olunub. Sonuncu cümlədə qardaşımın ona etdiyi yaxşılıq heç zaman yadından çıxmırdı. Nə yadından çıxmırdı? Yaxşılıq. Bu da olacaq isim. Deməli 2, 3, 4 və 1. Düzgün cavab olacaq 2, 3, 4 və 1. C variantı. Növbəti suala keçək. Hansı cümlədə 2 qoşma işlənib? Qatara bilet ala bilmədiyimizə görə maşınla getməli olduq. Bilmədiyimizə görə səbəb qoşması maşınla getməli olduq. Bildiyimiz kimi mücərrəd isimlərə qoşulanda lalə şəkilçisi zərf düzəldən şəkilçi olur, amma konkret isimlərə qoşulanda qoşma olur. Demək, cavabımız elə olacaq A variantı. Üçüncü sualın izahına baxaq. Fərqləndirilmiş sözləri şərhlərlə uyğunlaşdırın. Səyyar kameralar hadisə yerində çəkilişlərə başladı. Səyyar sözünün mənası daimi bir yerdə durmayıb istənilən yerə daşınan deməkdir. Gənc aktyorun improvizasiyası hamının ürəyincə oldu. İmprovizasiya hazırlanmadan şeir, nitq söyləmə, mahnı oxuma və ya musiqi ifa etmə deməkdir. Buna spontan da deyilir. Spontan nitq, improvizasiya və s. Deməli, növbəti binanın tikintisində intensiv çalışan fəhlələr mükafatlandırıldılar. İntensiv sözünün mənası deməli, gərgin, qızğın, daha məhsuldar və səmərəli deməkdir. 1C, 2A, 3D. Düzgün cavab olacaq B variantı. Dördüncü suala baxaq. Bu yerlərdə palıd meşələri çoxdur cümləsində sözlərin morfoloji təhlilindəki səhvi göstərin deyir. Çoxdur, qeyri-müəyyən miqdar sayı üçüncü şəxsin şəxs şəkilçisini qəbul edib bu düz fikirdir. Bu işarə əvəzli idi, ismi əvəz edib. Elə səhvimiz buradadır. Bu hər zaman işarə əvəzli idi və işarə əvəzli olmağı burada doğrudur, ismi əvəz etməyi yanlışdır. Bu yerlərdə deyəndə hansı yerlərdə sualını veririk? Deməli, bu sifəti əvəz edib və cümlənin təyinidir. Yadda saxlayaq, o işarə əvəzliyi və o şəxs əvəzliyi olduğu üçün, deməli, bunun iki növündə olduğu üçün ismi əvəz eləyəndə şəxs əvəzliyi olur, sifəti əvəz eləyəndə işarə əvəzliyi olur. Amma bu əvəzliyi yalnız işarə əvəzliyində var deyə, istər ismi əvəz etsin, istər sifəti, hər bir halda işarə əvəzliyi hesab olunacaq. Ona görə B variantında ismi əvəz edir fikri yanlışdır. Burada hansı yerlərdə sualını verdiyimiz üçün deməli sifəti əvəz edib. Bu o zaman ismi əvəz edərdi ki, məsələn, deyək ki, bu mənim kitabımdır. Nə mənim kitabımdır deyəcəkdik, o zaman ismi əvəz etmiş olardı. Feili xəbərli müəyyən şəxsli geniş cümləni göstərin. Şöbədə yoxlama aparırlar. Müəyyən şəxsli deyil, qeyri-müəyyən şəxslidir. Xəbəri üçüncü şəxsin cəmində və bir qrup şəxsə aid olan cümlədir. Deməli, bu olmaz. Ayselin bacısı Tibb Universitetinin tələbəsidir. Ayselin bacısı müəyyən şəxslidir, amma Tibb Universitetinin tələbəsidir. Bütövlükdə xəbərdir. Mübtəda və xəbərdən ibarət olduğu üçün bu müxtəsər cümlədir, geniş deyil. Heç nədən qanı qaraltmazlar. Bu ümumi şəxslidir və hər kəsə aid olan fikirdir, müəyyən deyil. Vətən fədailəri heç vaxt unudulmayacaqlar. Vətən fədailəri mübtəda, unudulmayacaqlar xəbər,
Heç vaxtda olur cümlənin zaman zərfliyi. Deməli, geniş cümlədir, feili xəbərlidir, eyni zamanda müəyyən şəxslidir. Cavab olacaq D variantı. Cümlələrin birində sifət isimləşib. 3 il idi ki, evdəkiləri kəndə göndərmiş, rahatlıq tapmışdı. Evdəki sözü bildiyimiz kimi dakidəki hər zaman sifət düzəldir. Ki, kü şəkilsi bəzən isim də düzəldə bilir, amma dakidəki həmişə sifət düzəldir. Evdəkiləri cəm və mənsubiyyət, daha doğrusu cəm və təsirlik hal qəbul etdiyi üçün bu söz avtomatik isimləşmiş söz hesab olunur. Ona görə elə isimləşmiş sifət deyəndə A variantını qəbul edəcəyik. 7-ci suala baxaq. Cümlələrin birində həm modal söz, həm də sifət kimi düşünülməsi mümkün olan söz var. Sən doğrusu çox qətiyyətli hərəkət etdin. Durğu işarələri buraxılıb. Biz bunu bərpa etsək, bunu yalnız modal söz kimi düşünmək mümkündür. Doğrudur, Vüsal həqiqəti söyləmək istəyirdi, amma direktordan ehtiyat edirdi. Burada da yalnız modal söz kimi düşünülür. Kərəm doğrudan çox qorxurdu. Kərəm həqiqətən çox qorxurdu mənasında təsdiq bildirən modal söz və Kərəm nədən qorxurdu? Doğrudan qorxurdu. Yəni yalandan yox, doğrudan qorxurdu. Bu mənada deməli sifətdir, isimləşib. Demək cavab C variantında hər iki cür düşünmək mümkündür. 8-ci suala baxaq. Hansı cümlələrdə işlənmiş ədat feillə amonimlik yarada bilər? Gəl sabahki işlərimizdən danışaq. Burada özü ədat olmalıdır ki, feillə amonimliyini biz düşünə bilək. Bilirik ki, əmr ədatları o zaman, demək, feillə amonim olan əmr ədatları o zaman ədat sayılır ki, həmin cümlədə başqa əmr şəklində olan feil olsun. Burada danışaq feili var. Deməli, gəl sözü ədatdır. Gəl ədatdırsa, feillə amonimlik yarada bilər. Bəli, artıq susmağın vaxtı deyil. Bu artıq sözü ədat və sifət kimi ola bilir. Amma feil kimi olmur. Bunu çıxırıq. Vaxtında yığıncağa gəlin. Buradakı gəlin sözü cümlənin əsas feilidir, yəni cümlənin xəbəridir. Ona görə burada ədat kimi düşünülə bilməz. Bağa bax, üzüm olsun, yeməyə üzün olsun. Buradakı bax sözü cümlənin xəbəridir. Ona görə də bu da ədat kimi düşünülmür. Qoy mən tox olum, özgələr ilə nədir karım? Qoy burada ədatdır, çünki tox olum cümlənin xəbəri var. Ona görə də bu ədatdır və qoy feili ilə də amonimlik yarada bilər. Düzgün cavab 1 və 5 olacaq. Növbəti sualımız. Bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümləni göstərin. Kimə ki məktubla müraciət etmişdik, ondan daha tez cavab aldıq. Demək, bağlayıcı sözlərin cümlədə işləndiyini necə müəyyənləşdiririk? Bəzən çox vaxt sual əvəzlikləri, bəzən də işarə və qeyri-müəyyən əvəzliklər bağlayıcı söz ola bilir. Onun bağlayıcı söz olduğunu bilmək üçün ilk növbədə nəyə baxırıq? Ondan sonra ki ədatı gələ bilir. Bu bir. Bundan başqa, bu budaq cümlədə işlənir. Birinci tərəf olur budaq cümlə, ikinci tərəf baş cümlə olur. Əvəzlik, daha doğrusu qarşılıq söz işlənir baş cümlədə. Qarşılıq söz yoxdursa onu bərpa edə bilirik. Kimə ki məktubla müraciət etmişdik, ondan daha tez cavab aldıq. Deməli, ondan sözü bu bağlayıcı sözün qarşılığıdır. Olmasaydı onu özümüz də bərpa edə bilərdik. Kimə ki məktubla müraciət etmişdik, daha tez cavab aldıq desəydik, yenə də deməli, bu bağlayıcı sözüydü. Deməli, qarşılıq söz buraxıla bilər, amma bağlayıcı söz cümlədə buraxılmır. Elə cavabımız A variantıdır. 10-cu sual. Nümunələrdə cümlənin şəxsə görə növlərindən hansı yoxdur? Baxaq. Quyu su tökməklə quyu sulu olmaz. Nə sulu olmaz? Quyu. Mübtədası varsa bu müəyyəndir. Kiçik şamla işıqlanan bir otaqda elə bil elektrik lampası yandırdılar. Xəbər üçüncü şəxsin cəmi, elə bil, sanki bənzətmə modal sözləri varsa, deməli qeyri-müəyyən şəxsli cümlədir. Xanımlar və ağalar hərəkət etmək vaxtıdır. Hərəkət etmək vaxtı bütövlükdə xəbər olduğu üçün bu cümlə mübtədası da təsəvvür olunmayan şəxssiz cümlədir. Xanımlar və ağalar isə xitabdır. Deməli, bu oldu şəxssiz cümlə. Tehranilərin qış sarayında zəngin naxışlarla işlənmiş bir zal. Bu adlıq cümlədir. Gördüyünüz kimi burada mübtəda var və bir də təyin var. Tehranilərin qış sarayında zəngin naxışlarla işlənmiş
Necə sualına cavab verir. Deməli, təyin və mübtədadan ibarət adlıq cümlədir. Bu da oldu adlıq. Deməli, cümlələrdən hansı olmadı burada? Ümumi şəxsli cümlə olmadı. Cavab olacaq Y variantı. 11-ci sualda deyir ki, zərfin bütün məna növləri işlənmiş cümləni müəyyənləşdirin. Baxaq, indi zaman zərfi az danışır. Baxın, az sözü danışır feilinə aid olduğu üçün kəmiyyət zərfidir, say deyil. Astadan tərzi hərəkət zərfi, içəridə yer zərfi. Hamısı oldu. Zaman, kəmiyyət, tərz, yer. Deməli, elə doğru cavab A variantıdır. 12-ci sualda deyir, tərkib hissələri yalnız intonasiya ilə bağlanmış tabesiz mürəkkəb cümləni seçin. Sarvan bilirdi, məhsul bol olacaq. Biz bura ki bağlayıcısı artıra bildiyimiz üçün intonasiya ilə bağlanan tabeli mürəkkəb cümlədir. Sən onu tanımırsan, o isə səni yaxşı tanıyır. Burada deməli isə qarşılaşdırma bağlayıcısı var. Deməli, bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümlədir. Nə qədər ki məsləhətə qulaq asmırsan, qərarların səhv olacaq. Nə qədər bağlayıcı sözdür. Burada bir o qədər qarşılıq sözündə işlətmək mümkün idi. Demək, nə qədər bağlayıcı sözü var deyə intonasiya ilə bağlanan deyil. Həm də bu tabelidir. Bu yerlərdən karvan keçməz, quş uçmazdı. Karvan mübtəda, keçməz xəbər, quş mübtəda, uçmazdı xəbər. Bağlayıcı vasitə də yoxdur, intonasiya ilə bağlanıb yalnız, ona görə cavab D variantıdır. Y-də isə sasə var deyə tabeli mürəkkəb cümlədir. Keçirik 13-cü sualın izahına. Düzgün ardıcıllığı müəyyən edin. Feildən düzələn sifət, feili sifət və adlardan düzələn sifət. Baxaq. Sədaqətli dost heç vaxt yaddan çıxmaz. Sədaqət, sədaqətli. Adlardan düzələn sifət. Deməli, bura 1 yazırıq. Çalışan məqsədinə çatar. Feili sifət, çalışan. Bura yazırıq 2. Satira öldürücü gülüşdür. Öl, öldür, öldürücü. Öldürücü sözünün yarandığı nitq hissəsi öldür feilidir. Kökü öldü, amma yarandığı nitq hissəsi öldürdü. Bu da oldu feildən düzələn sifət. 3, 2, 1. Düzgün cavab D variantı. 14-cü suala baxaq. Soruşun ki, bu necə oyundur? Cümləsinə aid səhv fikir. Cümlədəki sözlərə aid səhv fikri soruşur. Bu işarə əvəzliyidir. Budaq cümlənin mübtədasıdır. Bəli, ki ilə bağlanıb. Birinci tərəf başlı, ikinci tərəf budaq. Bu, budaq cümlənin mübtədasıdır. Doğru. Necə sual əvəzliyidir? Cümlədə təyin funksiyasını yerinə yetirir. Bəli, ismə aid olduğu üçün təyindir. Bu da doğru. Soruşun xəbər şəklində olan fiildir. Xeyr, soruşun əmr şəklində olan fiildir. İkinci şəxsin cəminin əmr şəklidir bu. Düzgün cavab, yəni testə uyğun olaraq səhv cavab C. Belə. Düzgün cavab ümumiyyətlə variant olaraq C variantıdır. Cümlələrdə ədəbi dilin normalarının pozulması baxımından uyğunluğu soruşur bizdən. Fonetik norma harda pozulub, leksik norma harda, qrammatik norma harda? Baxırıq. Kənd cəmaatının çoxu bu məsələdən xəbərsiz idilər. Mübtəda əgər söz birləşməsi olarsa, əsas tərəfinin təkdə və ya cəmdə olmasına baxırıq. Çoxu sözü məzmunca cəm bildirsə də, qrammatik cəhətdən tək olduğu üçün xəbəri təkdə tələb eləyir. Bu, uzlaşmanın belə deyək, xüsusiyyətidir. Deməli, və eyni zamanda qrammatik normanın. Qrammatik norma A variantında pozulub. Ağacdakı meyvələr yerə töküldü. Burada heç bir norma pozulması yoxdur. Meyvələr cansız olduğu üçün xəbər təkdə ola bilər, normaldır. Sədaqət atlas donunu həvəslə geyindi. Burada da norma pozulması yoxdur. Atlas Z ilə yazılır, parça növüdür. Bu düzdür. S ilə olsaydı səhv olardı. Belə işləsək, D-nın altına xətt çəkək, sabah işi qurtaracaq. Deməli, işləsəkdə L ilə yazılmalıydı. Fonetik norma pozulub. D-ni yazırıq 1-ə. Vətən müharibəsi haqqında film yazılmışdı. Film yazılmaz, film çəkilər. Ona görə burada da leksik norma pozulub. Sözün mənası yerində istifadə olunmayıb.
Deməli, yeni də 2-yə yazdıq. 1D, 2Y, 3A. Sualın düzgün cavabı budur. Demək, açıq sualdır, uyğunluq testidir. Nümunə ilə bağlı düzgün fikirləri müəyyən edin. 16-cı suala baxırıq. Qoymaram yadları girsin qoynuna. İzin ver qolumu salım boynuna. Nümunədə deməli nələr var? Həm təsriflənən, həm də təsriflənməyən feil işlənib deyir. Qoymaram təsriflənən, girsin təsriflənən, izin ver təsriflənən, salım təsriflənən. Deməli, təsriflənməyən feil yoxdur, bu səhvdir. Hər üç şəxsin təkinə aid əmr şəklində olan feil var. Bu doğrudur. Deməli, girsin o, üçüncü şəxs, izin ver sən, ikinci şəxs. Deməli, bu birinci, bu ikinci şəxs. Mən boynuna qolumu salım, mən də, deməli, girsin üçüncü şəxs, bura səhv yazdım üstünə. Girsin üçüncü şəxs, izin ver ikinci şəxs, qolumu boynuna salım, birinci şəxs. Deməli, 2 doğrudur. Feillərin hamısı məlum növdədir. Bəli, heç bir növ şəkilçisi yoxdur buradakı feillərdə, hamısı məlum növdədir. Yalnız isim və feillərdən ibarətdir. Yox, yad sözü sifətdir. Burada sifətdən də istifadə olunubdur. Ona görə də bu 4 səhvdir. Feillərdən biri gələcək zamanın inkarındadır. Bəli, burada qoymaram feili gələcək zamanın inkarındadır. Qeyri-qəti gələcəyin inkarı. Adlıq, təsirlik, yönlük halda olan isimlər var. Bu səhvdir. Deməli, adlıq halda isim yoxdur. Təsirlik halda var qolumu, yönlük halda var qoynuna. Yadları sözü də sifət olduğu üçün isimə baxmırıq. Boynuna sözü də yönlük haldadır. Deməli, yönlük və təsirlik halda var, adlıq halda yoxdur. Düzgün cavab olacaq 2, 3 və 5. Növbəti suala keçək. Sadə cümlənin şəxsə görə növləri üzrə uyğunluğu müəyyənləşdirin. Qəsəbənin mərkəzi küçələrinə asfalt döşədilər. Qeyri-müəyyən şəxsli cümlədir bu. Qarşısına yazaq. Qeyri-müəyyən şəxsli cümlə. Eldarın çıxış etməsinə imkan verilmədi. Şəxsiz cümlədir. İmkan verilmək şəxsiz feildir. Cümlədə də mübtəda təsəvvür olunmur. Yıxılana balta çalmazlar. Bu atalar sözüdür. Hər kəsə aid fikirdir. Olacaq ümumi şəxsli. Sonra Mustafa Mərdanov məşhur səhnə xadimlərimizdən biridir. Kim? Mustafa Mərdanov. Mübtədası və xəbər olduğu üçün müəyyən şəxsli cümlədir. Bir dəqiqə. 3 dənə idi elə bizdə deməli. Mustafa Mərdanov bu müəyyən şəxslidir. Deməli, A-nı heç birinə aid eləmirik. Çünki 1-də qeyri-müəyyən, 2-də şəxsiz, 3-də ümumi şəxsli cümlə var. Deməli, A müəyyən şəxslidir deyə heç birinə uyğun gəlmir. Kür çayının üzərində körpü tikdilər. Qeyri-müəyyən şəxslidir. Kimlərin tikdiyini bilmirik. Ona görə də 3-cü şəxsin cəmi və mübtəda buraxılanda olur qeyri-müəyyən. Deməli, 1-ə B. Soyuq qış gecəsi idi. Deməli, bu şəxsiz cümlədir. Qış gecəsi idi xəbər, soyuqda təyin. 2-yə yazırıq C. Yıxılana balta çalmazlar, ümumi şəxsli idi. Deməli, D-yə baxırıq. Buxarest, şəhər meydanı, dalğalanan izdiham. Bu adlıq cümlədir, heç birinə aid deyil. Bakının hər yerində uca binalarla qarşılaşırsan. Xəbəri ikinci şəxsin təkində və mübtədası buraxılıb, fikir də hər kəsə aiddirsə, ümumi şəxsli cümlə olacaq. Atalar sözü olmasa da, hamıya aid olan fikri ifadə etdiyi üçün ümumi şəxslidir. Deməli, 3-də də Y. 1B, 2C, 3Y. Düzgün cavab olacaq. 18-ci suala baxaq. Nümunələrdəki sayların məna növünü nəzərə alaraq ardıcıllığı müəyyənləşdirin. Bir sıra insanlar. Asan sualdır bu, çətin deyil. Qeyri-müəyyən miqdar sayı. 10 adam müəyyən miqdar sayı. Birincilər sıra sayı. Deməli, ardıcıllıqla birinci gələcək 3. Sonra gələcək müəyyən 2. Axırda da gələcək sıra sayı 1. 3, 2, 1. Bu da doğru cavabımız. 19-cu sualda yararlanmaq və yaraqlanmaq sözlərinin fonetik təhlili ilə bağlı düzgün fikirlər soruşur. Deməli, yararlanmaq olacaq. L keçir R-ya. L keçir R-ya. N keçir M-ya. Yararlanmaq.
Q da keçir x-ya. 3 dənə fərq var. Yaraqlanmaq sözündə də 3 fərq var. Q keçdi x-ya. Yaraqlanmaq. N keçdi m-ya. Burada l olduğu kimi qalır. Burada dəyişən n-dır. N m-ya keçdi. Sonda bir dənə də q x-ya keçdi. Hər ikisində 3 fərq var. Deməli, saitlər açıq dodaqlanmayan qalındır. Bəli, hamısı A-dır. Dodaqlanmayan qalın açıq saitlərdir. R, L, N, M samitləri işlənib. Xeyr, bunlarda deməli yararlanmaqda L yoxdur. N da yoxdur. Yaraqlanmaqda da deməli yaraqlanmaq. Burada da N yoxdur. Yəni bu 4 samit hər ikisində iştirak eləməyib. Ona görə 2 yanlış fikirdir. Tələffüzündə 3 fərqli məqam var. Hər ikisində 3 fərq olduğu üçün doğrudur. Bütün hecaları samitlə başlayır. Ya, rar, ral, lan, maq. Deməli, ya, rar, lan, maq hər ikisində. Deməli, sözdəki bütün hecalar samitlə başladı. Ya, rax, lan, maq. Burada da samitlə başladı. Demək, düz fikirdir. Bizə elə düz fikirlər lazımdır. Ona buna düz qoyuruq işarə. Sonra vurğu 3-cü hecaya düşür. Xeyr, 4 hecalı sözdür. Vurğu qəbul etməyən şəkilçidə yoxdur. Milli sözdür və vurğu təbii ki, sonda olmalıdır. Bu səhvdir. Cingiltili samitlə başlayıb, cingiltili samitlə bitir. Cingiltili ilə başlasa da x ilə bitir. Hər ikisi kar samitlə bitir. Düzgün cavab olacaq 1, 3 və 4. Sonuncu suala baxırıq. Vasitəsiz nitqli cümləyə uyğun gələn sxem hansıdır? Sara qara gözlərini şaha zilləyib, qürur və həyəcanla atama Soltan deyərdilər, dedi. Deməli, burada müəllif sözü ilə başladığını görürük. Sara qara gözlərini şaha zilləyib, qürur və həyəcanla. Davamı verildiyi üçün burada dırnaq işarəsindən istifadə olunur. Bilirik ki, vasitəsiz nitq həm tire ilə başlaya bilər, həm dırnaqla. Yeni sətirdən veriləndə tire olur, sətrin davamında veriləndə dırnaq işarəsi olur. Atama Soltan deyərdilər. Dırnağı bağladıq. Deməli, vergül, tire. Sonda da nöqtə. Deməli, birinci gəlir müəllif sözü, sonra gəlir vasitəsiz nitq, sonra yenə gəlir müəllif sözü. Düzgün cavab olacaq Y variantı. Sınağın izahı bu qədər. Növbəti sınaqlarda da faydalanmaq istəyirsinizsə kanala abunə olun, videonu bəyənin. İnşallah növbəti videolarda görüşərik.